Bütün kitab sevərlərə salam. Mən Göyçay rayonu Potu kənd Mübariz Məmmədov adına tam orta ümumi təhsil məktəbinin 7A sinif şagirdi Əlili Nuray. Kitablarla inkişaf edək layihəsinin bir üzvüyəm. Yəqin ki, hamınız kitabın insan həyatında necə mühüm rol oynadığını bilirsiniz və bunun şahidi olmusunuz. Kitab insanın biliyini, dünya görüşünü, yaradıcılıqlarını və bacarıqlarını artıran biliş mənbəyidir. Kitabı sevmək, keçmişini, bugününü, gələcəyini sevmək deməkdir. Kitab dəyərli xəzinə, parlaq bilincidir. Kitab ruhu qidalandırır, insanı ucaldır və möhkəmləndirir. Kitab yaşından asılı olmayaraq hər kəsin dostu, həyatda yol göstərənidir. Kitab özünüzə və başqalarını hörmət etməyi öyrədən, insanın ürəyini və ağlını dünya və insanlıq sevgisi ilə dolduran bir fəlsəfədir. Kitab ən qədim dövrlərdən bəri var olan və həyatımızın hər sahəsində ehtiyac duyduğumuz əsərlərdir. Kitabların bizə məlum olan bir neçə növü var. Poeziya, roman, hekayə, şeir, macəra və dedektivlik kitabları. Mənim də kitablarla inkişaf edək layihəsindən oxuduğum yeni bir kitab Arthur Conan Doyle'ın dedektivlik janrında yazdığı Sherlock Holmes'un Macəraları adlı maraqlı bir əsərdir. Bu kitab Sherlock Holmes'un macəralarındakı ən yaxın dostu olan Watson tərəfindən şərh edilir. Bu kitabda Sherlock Holmes'un Yunan tərcüməçi, itmiş müqavilə, ikinci ləkə, yorğun kapitan və son hadisə macəralarının adı qeyd olunur. Amma bizə Sherlock Holmes'un adını çəkdiyi macəralarından Yunan tərcüməsi, itmiş müqavilə və son hadisə macəraları məlumdur. Arthur Conan Doyle'ın yazdığı bu kitabda Sherlock Holmes'un hər macərası bir-birindən daha maraqlı, daha heyecanlı və daha diqqəti özünə cəlb edəndir. Sherlock Holmes'un özünə məxsus bacarığı var idi. O, qarşısına çıxan hər gizli, sirli, yalan, çətin hadisələri öz bacarığı ilə, özünə inanaraq həll edir və düzgün, açıq bir şəkildə insanlara bəyan edir. Sherlock Holmes'un bacarığı da məhz budur. Sizin də mütləq kiçik də olsa özünüzün bir bacarığı var. Hər biriniz öz bacarıqlarınızı təhsil ilə əlaqədar olan işlərə sərf etməyə çalışın. Bunu da bilin ki, təhsildəki işlərin şahı kitab oxumaqdır. Bəzi uşaqlar deyir ki, mən bunu bacarmayacağam, axıra qədər oxuyub bitirə bilməyəcəm. Amma bu belə deyil. Təhsildə bacarmayacağam deyə bir söz yoxdur. Təhsildə bacaracağam və buna əminəm deyə bir cümlə var. Sherlock Holmes'un bu barədə çox gözəl bir sözü var. Öz qabiliyyətlərinizi kiçik görmək, gerçəklərdən qaçmaq deməkdir. Kitaba aid bir çox deyimlər var. Kitab insanın mənəvi qidasıdır. Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. Kitab heç aldatmayan bir yoldaşdır. Kitab ən qaranlıq və uzaq yollarda işıq bəxş edən əfsanəvi çıraqdır. Kitab tarixi mədəniyyətin tarixi qədər qədimdir. Bu deyimlərin hamısı kitaba insanı sevdirmək, onun əhəmiyyətini insana başa salmaq üçün istifadə olunur. Amma siz bunu bilməlisiniz ki, hələ bu kitabı insan oxuyanda, deyimlərə qulaq asanda onu necə sevir, ona bağlı olur, onunla sirdaş olur. Siz bu kitabın özünü oxumalısınız ki, onunla dost olasınız. Yəni bir sözlə mən sizə bunu demək istəyirəm ki, kitabı ifadə etmək üçün sözlər belə kifayət etmir. Mən kitablar oxuduqca bunun nə demək olduğunu başa düşürəm. Əziz həmyaşıdlarım, kitab sevərlər, siz də kitablarla inkişaf edək layihəsinin bir üzvü olun. Kitabları oxuyun və sevin. Məni dinlədiyiniz üçün çox sağ olun.